Salamlar gənclər. Bu günləri bizim baxacağımız hissə artıq TikTok reklamlarının sonuncu mərhələ artıq əks mərhələsidir. Çünki birinci növbədə kampaniya yaradırıq. Kampaniya uyğun olaraq biz auditoriya formalaşdırırıq, placementlər seçirik, büdcə müəyyənləşdiririk. İndi isə artıq reklamda nələr görsənəcək onunla bağlı danışacağıq. Ümumiyyətlə iki formada başlanğıcda bizə icazə verir. Smart Creative bu nədir? Yəni artıq siz bir neçə element daxil edirsiniz və sonrasında TikTok üzrə sizin yerinizə müəyyən görsəndiyi üzrə auto generation'dan videolar hazırlaya bilər və yaxud da ki, hər hansı bir vizuallar hazırlaya bilər. Ad müəyyənləşdirirsiniz burada öz avtomatik bir ad verib buradan ad müəyyənləşdirək. Test 1, 2, 3 başqa bir ad da qoya bilərsiniz. Identity-ilə bağlı əgər ümumiyyətlə ə, seçməyə bilərsiniz, yəni TikTok akkauntunuz adından çıxmasın, burada identity-ni özünüzdən yaratmanız lazımdır. Sıfırdan ad müəyyənləşdirirsiniz, şəkil qoyursunuz ki, ümumiyyətlə bir profil olaraq nə görsənsin, hansı adla çıxsın. Yəni bir TikTok profilinə icazə verməyə bilərsiniz ki, yəni mənim yox TikTok akkauntumdan getməsin. Amma aktivləşdirə bilərsiniz. Aktivləşdirici anda isə artıq qoşulu olan sizin biznes TikTok akkauntunuz hansıdırsa, həmin biznes TikTok akkauntu görsənəcək təbii ki. Bu yeniləmə edəcək. Bunu da tasıb düzələcək burada. Okey. Buradan artıq şəkilləri əlavə edirsiniz. Videodur, hansı datalar varsa, sistemin içərisində varsa və yaxud da ki, burada bizdən də səhifədə paylaşılmış postlarımız var. Postdan məsələn birini seçək. Tutalım ki, seçdik artıq. Belə deyək ki, burada sonrasında call to action hissəsi var. Bu çoxdur, yəni kreativ hissəsini çox, nə qədər çox doldursanız bir o qədər də o içərisindən testlərdən daha yaxşı olanı seçib daha çox müştəriyə o formada çıxaracaq insanların qarşısına. Sonrasında isə burada add-onlardır. Add-onlar isə ümumiyyətlə burada görsəndiyi üzrə sorğu keçirə bilərsiniz, bu mu, o mu deyə və ya da ki, cut-down qoya bilərsiniz, filan qədər vaxt qaldı. Həmin tutaq ki, məhsulda endirimin bitməyinə bu kimi burada xüsusiyyətlər seçə bilərsiniz. Bir də əlavə olaraq da burada görürsünüz visit store var məsələn. Burada müxtəlif cür formada call to action'lar var. Bəziləri məsələn müəyyənləşdirilmiş download. Başa düşürük ki, bu download deyil, çünki biz trafik reklamı seçmişik, bu uyğun deyil. Shop no məsələn ola bilər əgər. Sign up yox. Yəni bu baxırıq yəni dediyim kimi növündən çox şey asılı özünüz artıq. Yəni ən çox seçilen 8 dənə seçib yəqin ki. Appointment no bizə uyğun deyil. Normal ola bilər. Visit, watch no video qoymamışıq burada. Onun üçün visit as, okey, bunlar qala bilər. Bunu yəqin ki aydın oldu. Bunu library'nin içərisindən seçə bilərsiniz. Ümumiyyətlə add-onların özünün içərisindən. Və yaxud da ki, faktiki varsa onu təyin edə bilərsiniz. Yəni özünüzün sıfırdan da qura bilərsiniz. Burada özünüz üçün hansı formada olmasını istəyirsiniz. Bu nədir? Ümumiyyətlə yəni CTR-ı, CVR-ı deyir ki, artıracaq. Engagement məsələn artıracaq bir nüanslı seçim edirsiniz. Burada nədir? Endirim məsələsi. Təbii ki, endirim CVR artıracaq, insan qərar verməsinə təsir edir. Bu cut down, yəni ümumiyyətlə scarcity yaradır. Yəni insanlarda bu məhsulun daha az olduğunu və ya da ki, daha limitli olduğunu, daha az müddətə bunu əldə edə biləcəyinizi göstərir. Bu da ki, çox yaxşıdır. Ümumiyyətlə belə bir xüsusiyyətlər yoxdur ümumiyyətlə və nəyin nəyə təsir edəcəyini göstərmir. Amma burada çox qəşəng aydın şəkildə izah edir ki, bunun istifadə ilə bu CVR artırır, bu həm CTR həm CVR artıracaq. Bu nədir? Yes, beləncə bir data gəlir videonun içərisində. Maraqlı gördüyünüz üzrə. Bundan da sıfırdan özünüz də qura bilərsiniz, create edə bilərsiniz. Oradakı istifadə etmə məcburiyyətini. Zaten oradakı istifadə etdiyiniz zaman da özünüzə aid olan məlumatları qeyd edəcəksiniz. Orada olan hər hansı bir məlumat qalmayacaq sizin. Biznesinizə aid belə deyək ki, məlumatlar orada istifadə olunacaq. Sonrasında URL üzərinə edəcəksiniz, yəni bir link mi olacaq və ya ki, hər hansı bir instant page. Bu
Instant page'lər ümumiyyətlə metada da var idi. Hər hansı bir sayt olmadan siz TikTok'u mövcud metanın içərisində yaratdığınız bir instant page'lərdir. Orada artıq bir saytda amma TikTok'un içərisində açılır. Sonra buttonlar qoya bilirsiniz, şəkil qoya bilirsiniz. Oradan WhatsApp yönəldə bilərsiniz, YouTube-a yönəldə bilərsiniz, hansısa bir linkə. Bu bəzən nə üçün istifadə olunur? Yəni, forumları doldurmaq üçün. İndi trafik reklamını forum üzərində deyil, amma bəzən də bir məhsul haqqında və yaxud da ki, bir xırda bir məlumat verərək insanlardan satış eləmək istəyirsə, ön satış eləmək istəyirsə, və yaxud da ki, saytınızın sürəti çox da güclü işləmir. Zaten saytın içərisində WhatsApp yönələcəksiniz və yaxud da ki, ödəmə sistemini yönələcəksiniz. Bunu ilə TikTok'un içərisində bir səhifə yaradırsınız. Orada çox sürətli şəkildə saniyə belə çəkmir oradan ki, o səhifəsi normalda sayt girir 8 saniyə, 7 saniyə, 6 saniyə, 10 saniyə, bəzən 15 saniyə, 30 saniyə açılan saytlar görmüşük. Müştəri təbii ki, oradan tərk edir. Müştəri orada qalmır. Bir də var ki, yəni adam appin içərisindən çıxmadan daxildə istədiyi məhsula baxır, oradan deyir ki, nə qəşəng bunu alım, WhatsApp-da yazmayacaq, birbaşa ödəmə sisteminə keçir. Belə, bu da instant page'lərlə baş verir. Bu da yoxdur. Buradan sıfırdan məsələn də create edirsiniz və bir səhv yaradılıb. Bunu detalına girməyəcəm təbii ki. Buradan veb-sayt formalaşdıra bilərik çox rahatlıqla. Sonrasında isə tracking gəlir ki, bu tracking ümumiyyətlə bizim URL-i biz seçdiyimiz zaman linki qeyd eləməliyik. Instant page-də isə konkret instant page-in özünü qurmamız lazımdır. Link də burada tutalım, digital marketing kursunu götürək. Linkini əlavə eləyək formada. Bunu siz əlavə eləyəndə özü belə deyək, TikTok UTM artırmağa başlayır. UTM özü ümumiyyətlə bir URL-imizi, yəni linkimizi izləmək üçün, daha yaxşı izləmək üçün istifadə olunan əlavədir UTM-imiz. Bunu da gələn istəyirsiniz. Previewsunu heç məsələn necə gedəcək bu, hansı forma göstərəcək, bu da onun kodudur. Ümumiyyətlə, hansı formada bir kod ötürüləcək ora. Bu da ümumiyyətlə izləmək üçün həmin gələcək şəxs ki, bu hansı kampaniyanın gəlib və ya ki, başqa-başqa datalarımız üçün bizə lazım olacaq. Tracking məsələsində isə bu indi bizdə piksel qoşulma növbəti mövzularımızdadır. Pikselin qoşulmasıdır, sonra STK qoşulmasıdır, appin STK-sıdır. Bunlar izləmək üçündür. Bu pikseli qoşanda artıq veb-saytda ümumiyyətlə getdiyi zaman onu track eləmək, app olanda appin özünə getdiyin zaman appin özündə track eləmək və yaxud da ki, hər hansı bir CRM-imiz varsa, CRM-dən artıq bir datanın çəkilməyidir və yaxud da ki, hər hansı bir restoran sistemi ola bilər, offline hər hansı bir biznes növü ola bilər ki, onlardan inteqrasiyalı şəkildə bu işləmə baş verə bilər. Bir də third party tracking var ki, bu da başqa bir mövzudur. Ümumiyyətlə, bəzən elə bir toollar olur ki, həmin alətləri qoşaraq biz izləmələri həyata keçiririk. Üçüncü bir şirkətlər olur, bunları həyata keçirdən. Bunun üçün bizə ehtiyac var, amma hal-hazırda bu ehtiyac yoxdur. Daha çox bizim Pixel qoşulduqdan sonra veb-sayt üçün olan hissəni qoşmaq bizə lazım olacaq. Bu amma bir dediyim kimi smart versiyadır. Yəni smartdan istəsiz çıxardaq, smart versiyanı mən istifadə eləməyəcəm. Yine buradan ad müəyyənləşdirək. Yine şəkil artıq görək nə ötürür. TikTok postunuzu da yine sizə bilərsiniz. Bir kimi biz buradan hazır video vardı. Bu ustadır, Popiti usta. Onun videosunu əlavə elədim. Mesela bug oldu diyesin bile yüklüyor. Hı hı. Bəzən buglar çox olur. Ümumiyyətlə, Meta'nın TikTok'u müqayisə eləsək, TikTok'da daha çox bug var, nəinki Meta'da. Düzdür, TikTok sürətli işləyir, Meta'dan qat-qat sürətli işləyir. Amma ilişəndə bəzən ilişir. Çox ciddi. Yəni, ciddi deməyim də, yeniləyəndən sonra düzəlir. Və bir şey ikinci dəfə eləyəndə düzəlirsə, demək ki, bu bug da, yəni ciddi bir şeydir.
məsələdir. İndi metan başa düşmürlər, çox ağırdır. Keşi təmizləyirsən, düzələr istərsən. Okey. Burada indi biz başlanğıcda indi ad müəyyənləşdirək. Adımız nə olsun? iOS-da olsun. Bir ad müəyyənləşdirək. Okey. Burada sadəcə həmin postu sadəcə reklamda göstərə bilərsiniz. Və hətta ki, bunu yığdırsaz artıq bu orqanikdə də paylaşılacaq. Yəni orqanikdə də artıq ə, bizim reklamımız belə ki, getməyə başlayacaq. Burada zaten göstərir. Select a checkbox to limit your post to paid traffic. Yəni sadəcə ödənişli reklamlarda göstərməlisən. Digər halda isə sənin bir postun TikTokda artıq görsənməyə başlayacaq, orqanik trafik əldə edəcək. Bəli, biz sadəcə bunun reklamına çıxmasını istəyirik. Onun üçün də bunu aktivləşdirirsiniz. Okey, avtomatik kreativ bu biraz metoda da var. Bizdə musiqi əlavə olunması, rəngdir, konturlarda, digər məsələlərdə yəni customize edək. Burada iki dənə də tabii bir musiqi refreshdir. Bu trenddə olan başqa musiqiləri əvəz edəcək. Məsləhət görməzdim ki, ümumiyyətlə bunu aktiv saxlayasınız. Yəni videonuzu əməli başlı dəyişə biləcək bir ə, yerə gətirə bilər. Hansı ki, müştərilər artıq başa düşməsi sonra nə göstərmək istəyirsiniz, nə çatdırmaq istəyirsiniz fikir olaraq. Burada isə videonun kvalitəsidir və yaxud da ki, rəngi açıdır orada. Yerinə uyğun olaraq müəyyən bir düzəlişlər eləyə bilər. Daha keyfiyyətli bizə bir növ belə deyək, video təqdim eləyə bilər. Bunu buradan save eləyə bir dənəsə qala bilər. Ümumiyyətlə söndürə də bilərsiniz. Tekstdir ki, bu tekst yazılmalıdır. Yəni nə yazılacaq? Bunun əvvəlcində tekst yazılmalıdır. Sonra səni sürətli keçdikcə buradan tekst olması lazımdır. Bura nə qeyd edək? Hmm, Ustanın burada video nədən ibarətdir? Məzəlidir, bu nəysə ölçür. Ustanın ölçmə alətini əldə etmək üçün saytlar keçid. Daha yaxşı yaza bilərdik təbii ki. Burada görsəndə avtomatik olaraq buradan call to action'lar və yaxud da dediyimiz kimi hansı daha uyğundur onları seçmək lazımdır. Book appointment falan yəni bunlar daha düzgün olanı seçmək. Yəni sonrasında burada produktun özünü əlavə eləmək olar. Yəni hər hansı bir produkt əlavə eləmək olar. Produkt varsa, yəni hər bir məhsulunuz varsa, məhsul tutalım ki də buradan hmm, kitab yaza bilərik. Ustanın kitabı. Produkt üçün şəkil. Bu kitab şəkli olmalı. Flipkartların əlavə edək. Selling point. 50% indirim. Konfirm edirik. Bu hansı formada görsənəcək? Ümumiyyətlə yəni istəyirsiniz bir dənə burada view olması lazım idi. Bəzi onlara gələcək hələ ki, konfirm eləyək. Davaydan yox çıxdı, nə danacaq. Bağlar dediyim kimi ümumiyyətlə artıq çox olur. Buradan URL seçilib yuxarı gələcəm bir dənə link əlavə eləyək bura. Linki adi qaydada əlavə edirəm. Görsəndiyi üzərə. Özü avtomatik olaraq gördüyünüz kimi bu kreativlə seçmədiyiz zaman avtomatik olaraq özü UTM-ləri artırır və UTM buradan editləyə bilirsiniz. Necə artırır? Avtomatik olaraq məsələn source artırır. Avtomatik olaraq medium paid artırır, amma bunu istəsəz dəyişdirə bilərsiniz. Yəni, necə istəyirsiniz özünüz manual əllə də yaza bilərsiniz bunu. Campaign ID avtomatik olaraq kampaniyanın ID-si nədirsə, yəni metanın TikTokun özünü düşən. Campaign yəni content seçimi yoxdur. İstəsəz özünüz buradan hazır sistemin içindən seçə bilərsiniz.
buradan Ads ID və başqa bir şey. Campaign name avtomatik olaraq campaign name düşəcək. Kampanyanın name'i burada trafikdir. Hər reklam olduqca bu avtomatik olaraq sizə yəni həmin ad düşəcək. Bir də əlavə olaraq e-commerce ilə məşğulsunuzsa, burada bizim custom parametrlərimiz var ki, bunlar əlavə olunacaq. Apply eləyək. Aha. Disclaimer məsələsinə gələk, bu hər hansı bir ümumiyyətlə də ə, insanların bilməsi lazım olan nələrsə varsa ki, burada nə olacaq, sizin hər hansı bir düzdür, datanız falan varsa, orada məlumatlar doldurulursa və ya da ki, başqa bir nüanslar, hansı ki, bunun istifadəsi, ə, bir növ nə risklər də ola bilər, burada görsəndiyi üzrə legal risklərdən qorunmaq üçün sizin doldurduğunuz məlumatlar üçüncü tərəflə bölüşülməyəcək falan tipli. Bəzən şirkətlərdə olur. Onu bura əlavə edə bilərsiniz ki, bu formadadır. Buradan clickable web saytınızın içərisində bir şey varsa, oradan qeyd edib web saytınızın linkini qoyursunuz və bu formada həmin şəxs sonra keçib artıq məlumat əldə edirlər ki, buradan necə belə deyək ki, mənim datalarımı necə istifadə edir. Düzdür, heç kim oxumur onu, heç kim nam da deyir ki, okey, deyir keçir. Bir də TikTok'da maraqlı bir dənə hissə var ki, bu da ümumiyyətlə bizim safe zonelarla bağlıdır. Çünki əksər hallarda safe zonelarda problemlə qarşılaşırıq. Burada display content safe zone deyə bir düymə var. Üzərinə kliklədiğiniz anda ümumiyyətlə videonun hansı hissənin daha çox görüntüləmə olacağını göstərir. Ki bu hissələrdə insanda yəni əsas deyir fikirlər vardır. Bura qeyd eləməlisən, özü burada bir dənə qırmızı yerləşir. Çünki bura bir dənə biz add-on da artırsa, yəni add-on artıraq. Yeni bir add-on artıraq. Tərəfini seç olsun. Bu videonun içərisində batımızdan xiyarla mı ölçür, nəysə ki ölçür ki düzdür yoxsa yox. Daşların özünü. Bu da bizdə yazar da burada. Tərəfini seç. Okey, buradan hansı ölçüdə olsun, hansı formada olsun deyə çoxdur datalar. Bu yaxşı görsəmiz də qırmızı olsa daha yaxşı olardı. Bu formada əlavə elədik, amma gördüyünüz kimi buranı tutacaq. Yəni ümumiyyətlə çatdırma istəyiniz fikri bəzən çatdıra bilməyə bilərsiniz. Məsələn, bu yazı olmasaydı buralarda bir yerə yerləşdirmək olardı. Okey, biz linkimizi əlavə elədik. Hər hansı bir belə deyək də nələrsə qalmadısa, iOS-dan qeyd elədik. Videonu əlavə elədik, identimizi əlavə elədik, text nə olacaq baxdıq, call to action'ımız müəyyənləşdirdik, bir produkt olaraq əlavə elədik, onu da selling point-larından qeyd edin, bir neçədən qeyd edə bilərsiniz. Burada hər hansı bir voting stickerdir, tərəfini seçəcəklər, interaction artırmaq, CTR artırmaq üçün yaxşıdır. Və buradan da URL-dir ki, hansı ki, müştəri URL-dir, sonra disclaimer-ı bizim bir məlumat göstərəcəyimiz bir şey yoxdur. Okey. Burada da bildiğimiz kimi TikTok'un ümumiyyətlə tracking sistemidir. Ən sonda isə artıq publish düyməsini klikləyərək artıq reklamımızı başladırıq. Və bundan sonra isə artıq növbəti hissələrə keçid edirik. Publish düyməsini kliklədik. Burada bir error çıxardı. Bizi əl qrupa yönəldir. Ola bilər zamanla bağlıdır. Error ilə bağlıdır. Start time. Hem de reklamın başlatılmasından bağlıdır. Onu da əvvəldən yaratmışıq deyək. Ola bilər.
Aşağı düşüyor buradan. Kömür tarihi diye biz. Mesela şey aradan kalktı problem. Yes. Problem aradan kalktı. Görək. Meeting ad. Avtomat var reklam yarandı. Back to campaign eləyək. Kampanyalarımızı gələk. Burada görsəndiyi üzere artıq pendingdir. Ya under the review'dur. Və ümumiyyətlə yoxlanışdan keçəcək. Yoxlanışdan keçdikdən sonra da ümumiyyətlə istənilən reklam platformasında learning prosese gedir. Yəni istər Meta olsun, istər TikTok, istər Google olsun, öyrənir ki, ümumiyyətlə sənin müştərin necədir, hansı formalar deyə. Hələlik bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə. Əvvəl də vurğuladığım kimi daha detallı ümumiyyətlə öyrənməyiniz üçün rəqəmsal maşının kursumuz var 4 aylıq. Bunun tərkibində bunların hamısını daha detallı, daha strategik olaraq hamısını izah edirik. Sağ olun. Görüşmək ümidi ilə ətraflı məlumat üçün şərh yaza bilərsiniz.